gündəmdə olan mövzu. Demək olar ki, neçə gündür müzakirə olunur. İş adamı saxta diplomlu, iş adamı saxta diplomu Misir Mərdanovdan aldığını, övladlarının aldığını deyib. Bu da müzakirəyə səbəb olub. Bəli, son günlər ölkə gündəmini zəbt edən iş adamı İsfəndiyar Axundov, Şərurlu İsfəndiyar daha bir cinayət əməlinə yol verdiğini efirdən etiraf edib. Açıqlamasıyla özünü və ailəsini ifşa edən Şərurlu İsfəndiyar övladlarına saxta yolla rüşvətlə diplom aldığını deyib. İş adamıdır, pullar qoymağa yer tapmır. İş adamı olmaq üçün gözəl həm ekonomist olmalısan, həm iqtisadçı olmalısan. Biznes quran adamlar, bilirsiniz də onlar həm riyaziyyəti, həm fizikanı o qədər gözəl bilməlidir, o qədər ağıllı olmalıdır ki, işi qura bilsinlər, qurduğu işdən də gəlir gətirə bilsinlər, maliyyə əldə edə bilsinlər. Yəni bu qədər, məsələn, Şərurlu İsfəndiyarın adı illərdir çəkilir də. Niyə bu boyda böyük səhvə yol verir və Rubrika.az xəbər verir ki, onun dediyi sözlər müzakirələrə yol açıb. Bu çox ciddi qanun pozuntusu cinayətidir. Belə çıxır ki, övladlarının ali təhsilini təsdiq edən sənəd diplom saxtadır. Bu diplomla işə düzəliblərsə, təcili araşdırılıb, işdən uzaqlaşdırılmalıdırlar. Bunu qanun tələb edir. Üstəlik, hüquqi araşdırma aparılmalıdır. Ortaya maraqlı sual çıxır. İsfəndiyar Axundov bu diplomları neçənci ildə satın alıb? Həmin dövrdə nazir kim olub? Qlobal Info bu suala sabiq təhsil naziri Misir Mərdanova müraciət edib və Misir Mərdanov İsfəndiyar Axundovun dediklərini həqiqətə uyğun olmadığını bildirib və deyib. Əvvəl onu qeyd edim ki, Azərbaycanda heç vaxt diplom satılmır. İnsanlardan yanlış fikri formalaşdırırlar. Necə yəni diplom alıb? Bəli, ola bilər onun övladı universitetə hansısa yolla qəbul olub, amma dərsə getməyib və az gedib. Lakin dərsə gəlmədiyi halda saxta qiymətlər yazılması mümkündür. Qiymətləri yazıldığı üçün də onlara diplom verilib. Misir Mərdanov deyib, çox sakit. Bu o demək deyil ki, nazir kiməsə diplom satıb. Adam çıxıb ağzına gələni danışır. Saytlar da bunu trajlayır. Belə şey yoxdur, heç vaxt olmayıb. Nə məndən öncə də, nə mənim zamanımda, nə də məndən sonra. Belə hallar olmayıb. Yəni, saxta diplom satılmayıb. Buradan da Şərurlu İsfəndiyar iş adamı israr edir ki, mən və yəqin ki, övladlarına da diplomu sabiq nazir Misir Mərdanovun vaxtında alınıb. Sabiq nazirin sözlərinə görə kiminsə saxta diplom alması nazir məsuliyyət daşımır. Hər bir universitetin rektoru nazirliyə məlumat göndərir. Belə, nəsə əsas odur ki, iş adamı deyib ki, diplom Misir Mərdanovun, sabiq nazir Misir Mərdanovun vaxtında, zamanında alınıb saxta diplomlar. Bu da təbii ki, sübut olunmalıdır. Yanlış fikir də ola bilər, düz fikir də ola bilər. İnşallah gözləyək.